Adəmin yaradılış əsəri dünya incəsənətinin şah əsəridir. Görkəmli İtalyan rəssamı Michelangelo tərəfindən 1511-1512-ci illərdə yaradılıb. Bu freskonu Michelangelo Vatikanda Sistine kapellasının tavanında çəkib. Burada Tanrının ilk yaratdığı insan olan Adəmə can verməsi əks olunub. Əsərdə ironik hissə Tanrı və Adəmin bir-birinə uzadılan, lakin toxunmayan barmaqlarıdır. Bu yaradanın insana ilahi gücü ötürmək istəyini təsvir edir. Tanrının yanındakı fiqurlar və qırmızı örtünün forması insan beyninin kəsiyini xatırladır. Michelangelo insan zəkasına çox dəyər verirmiş. Uzadılmış parmaqlara diqqət yetirin. Sanki parmaqların toxunmasına Tanrı daha çox istəkli, həvəslidir. Adəm isə istəksiz, həvəssiz görünür.